Ama bayır soğukdur. Bu səhər aparırıq əsas binaya. Bu niyə bu qədər qaranlıqdır? Aparıram əsas binaya. Bu görüntüdən ötürü ay Allah ürəyim gedir. Çox qəşəngdir. 20 saniyelik işe göre oradan bura gelmişim. 20 saniyelik iş. Mesela 20 saniyelik işe göre. Sinirliyim şu an. Böyle əsəbiyəm. Çıxartdı, bastı, aşağı dedi gəlin. Yağışda, bu yağışda məcbur idilər da məni sürütməyə bura. Cemile. Onun adı Cemile olsun. Salak mısın sen Cemile? Səhərdən 3 dəfə kart vurmuşuq bura. Əməliyyat vursan Allah. Çok sağ ol canım. Çok sağ ol. Qapağı da yoxdur heç. Neyirəm qapağı? Əsas qapağı. Mən səndən kofe almadığıma baxmayaraq şəkər tozu verən barista. Allah səndən razı olsun. Allah sənin ballarda saxlasın. Ya dedim şəkər tozu var sizdə. Dedi hə var. Dedim 2 dənə verə bilərsiniz və verdiniz. Mən niyə verəm? Allah razı olsun səndən. Bilirəm ki, sən Bu həftə Kolokum həftəsidir. Həftənin birinci günü. Həftənin birinci günü deməli it günündə keçdi Kolokum. İt günündə keçdi. Sizə bir dənə sual verirəm. Bu videoya baxanda bunu saxlayın və suala cavab verin. Yazıcı kimin üçün yazır? Düzmü dedim? Düz dedim. Yazıcı kimin üçün yazır uşaqlar? Heç əlaqəviz yoxdur ya bizim ixtisasına. Vəbşə də prosta fikirləşin ki, sizcə yazıcı kimin üçün yazır? Mən sonra deyəcəm cavabını. Biz götürdük, etap oturup esse yazdıq, belə ki, belə yazıcı falan kəs yazır, belə yazır, hisslərini belə ifadə eləyir. Sonra nələr yazmışdın sən? Mən yazdım ki, daxili dünyasını xaricə. Daxili dünyasını xaricə vurur, özünü ifadə edir, cəmiyyətin problemlərini üstə yazmışıq da, yəni 3-cü qrup uşaqlar, ədəbiyyatçı. Tut, Nəsimi, Nizami, hər şey. Viktor Hugo'dan girmişik. Hamı yazdı, Nəsimidən yazanda oldu, mən Lev Tolstoy'dan yazdım. В общем-də, sonuç? Hamımıza 6 yazdı. Səbəbi məşhurlaşdırmaq. Hamımıza belə edir, vərəqi yoxlayır. Ya ömrümün axırına qədər mən o müəllimədən danışacağam. Bütün tələbələrimə, bütün uşaqlarıma, hər kəsə. Vərəqi yoxlayır, baxdı minus. 1 minus getdi, falan kəs minus getdi. Belə edir. Qızın adına kimi soruşurdu? Aytən. Belə edir. Aytən, vərəqi əlindədir. Aytən. Hə, Aytən, minus. Niyə də yəni, niyə belə bir şey elədim də yəni? İkinci Kəmalə xanım idi. İkinci fen yaxşı keçdi. Non, ikincisi şey idi. Adiyak, o yaxşı keçdi. Sonra ikinci gün... Yaxşı mı keçdi? Yox, yaxşı keçmədi. Gözlədiyimdən yaxşı keçdi. Kanka,
Sənə bir söz deyim. Oturduq və qiymət yazsın. Gözlədiyimizdən bir tık yaxşı keçdi. Kəmalə xan vəbşə su kimi salmışdı. Çox sağ olsun. Ondan mən 8-9 falan ala bilərəm və Adiak, Azərbaycan nə? Kommunikasiya, Azərbaycan dili nə kimi? Kommunikasiya dili kimi. Nədir fənnin adı? Bilmirəm. Azərbaycan dilində işçilər və akademik. Akademik kommunikasiya, Adiak. Deməli 9-u aldıq. Prosta 9-u necə aldığımızı demək istəyirəm. 9-u necə aldığımızı demək istəyirəm. Hansı yolla? Canım. Canım. Ay Allah. Aynen. Bugün Qarabağın oyunu var. Çok güman ki gençlik şu an şöyle. Dostlar, yok bu sırf Qarabağın oyununun tıxacıdır. Ay çok güzel. Voilà, bonjour à tous. Gələn Türkiyə deməli əvvəllər gillə olub şey. Deməli, dünən o yağışda min bir əzabla gedib, buradan alıb, əsasa aparıb, peçat vurdurub, bura təzdən qayıdıb, 2 dənə kollokda oturduğum o vərəq bugün evdə qalıb. Getmişəm, düşmüşəm Asan xidmətin qabağında, vərəq yoxdur. Yani bu benim bu alıqlıq səviyyəm 10 üzerindən kaçdır dostlar. Böyle yani böyle ağlımın ucundan keçmiş ki sen sənət aparmağa gedirsən, girl. Sen sənət aparmağa gedirsən, yoxdur sənət, hara gedirsən? Böyle bugün görüləcək işlərin siyasi. Birincisi, Allah qəbul eləsin. Birincisi, ədəbiyyatın konspektini çıxartmaq lazımdır. İkincisi, fransız dilinin fənnin adı çox uzundur, whatever. O fənnin kolokuna hazırlaşmaq lazımdır. Koloka hazırlaşacağıq mı? Yox, təbii ki. Ədəbiyyatı oxumaq lazımdır. Bugün də biraz məkan dəyişikliyi oldu. Çünki 3 gündür həmin eyni stulda, eyni kitabxanada, eyni stulda. Özdə gedirəm qızlar da eyni deyə. Yəni eyni adamlardır. Eyni adamlarla oturmaqdan sıkıldım. Okey. Oyun oynayıram hal-hazırda. Ay. Planşetdə mən 3 dəqiqəlik bir şey baxacaqdım. İçinə onun axırını çox. Sen öyle paçalarını sığır geçimdeleri versin. Geç çıktın böyle. Sen geçeceğim. Ben geçeceğim. Ben iletişim beceririm serserici. Sen? Sen doğrusun. Üstüne askeri dehasında elini savaş topuklarının renksiyle istediği her şeyi yapıştırabiliyor. Ay, rezil mi? Ay, kızım hep bir tutarlık. Ay, rezilsin sen. Ne yapıyorsun şu an? Sen şu an sevmiyorum. Yerine vermek için yıkamaya alamıyorum. Şükür söylüyorsun. Sen askeri hakkında. Ne yapacağım? Kızım sen bizim bebeğimizi velayetimize getirip bu macarlara sattın. O konu buradan dönmez. Hem de en yakın şeyler bir. Büyücümü kaybolmak. Kim alacak büyücümü? Büyücümü yeni verin. Sen dersin kendine. Kollok həftəsi bitdi. Deməli dostlar, kollok həftəsini yola verdik. Allah'a şükür, min şükür. O qədər yorğun. Kollok həftəsi bitibdi ama hələ həftə tam bitməyib. Sabah cümə günüdür, 3 dərs. Onu da bir təhər yola verəcəyik deyə düşünürəm. O qədər yorğunam ki, o qədər yorğun mənəvi, mental, fiziki, ruhən qarışıq bütün yorğunluqlar bir-birinə. Amma qabaqda tətil var 4 günlük. Ümid edirəm istirahət eləyərəm bu həftə sonu. Bonjour à tous. Bonjour. Comment ça va? Merci, je vais très bien et vous? Et toi? Comment c'est comme ça? Comment s'est passé votre... Toujours comme c'est comme ça. Toujours comme c'est comme ça. Comment t'as passé votre semaine du colloque? Très bien, très mal. Oui. Ne parlez pas. Parlons pas. Ne parlons pas.
Pendant la cour, mais le professeur nous a donné un 9. Quoi? Après, je pense que... Qu'est-ce que tu penses? Je pense que... C'est notre dernière semaine de colloque, c'est ça? Mini examen idi də, yəni. Mini examen, on dit mini session, ou bien on peut dire colloque. Semaine de colloque, le semaine de colloque. Nous existons Dan Üniversitede Azərbaycan variantının tərsinə doğru aldım. Mən həmişə birinci kursdan sırf deyirəm. Dillərin Üniversiteti Azərbaycan deyirəm. Yəni onu aldım, İngiliscə də deyirəm. L'université de langue d'Azerbaïdjan. Yəni University of Languages Azerbaycan. of Azərbaycan deyə bilirsən. Bunun nüşün fransız versiyasında bulursan, o da bir müəmma olaraq bir sıxı olaraq. Nüşün fransızca deyə bilmirsən. Nüşün.